Mən Zeynəddin Alaverganov, Mamun Universiteti Tibbiyat Fakülteti 1-ci kurs tələbəsiyəm. Məktəbdə oxuyan vaxtlarım, həyata bolğan qiziqişim, əldə qoyğan məqsədlərim hələ toluq şəkillənməgənədir. Qaysı yolunu tanlayışım, gələcəkdə kim oluşum haqqında özümə anıq cavab verib bilməsədim. Şuna qaramayın, məktəbni bitirişim bilən universitetə hüccət tapşırdım. Əfsus ki, yetərli bal olmayın, universitetə geri almadım. Bu halət köpçülük üçün yekun boluşum mümkündür. Lakin mən üçün bu başlanış idi. Şu dövrdən başlab mən özümün izləyişinə başladım. Xarazmdəki universitetlə, uladakı imkaniyyətlə, şərait-şəraitlər haqqında çukurraq öyrənişini başladım və şu izlənişlərim məni doğru qərara alıb gəldi. Bu qərar Mamun Universitetidir. Əslində tibbiyyata bolğan qiziqişim 8-ci sinifdə başlanğan. İnsanlara yardım veriş, həyatını saxlab qalır, cəmiyyətə gərəkli insan buluş hissi güçəyib vardı. Və bugün mən aynən Mamun Universitetində şu arzu yolumda qəti qədəm təşlab gəliyatırmam. Bugün mən arqa qarabışını düşündüm. Bəzi müvəffəqiyyətsizlik bu əslində səni doğru yola başladığın imkaniyyət ekən. Əgər sizin özünüzni yox etken riskop qurban bolsanız, şunu bilin, hər bir keçişinin arkasında kətdə bir hikmət var. Ən mühümü toxtab qalmaslıq və özünüzü izləyişdə davam etişizdir. Çünki bir gün gəlib siz tənləyən yol sizni öz arzularınıza alıb baradır.